Nəqliyyatla bağlı hər şey burada. Söhbət Bakıda açılan beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisindən gedir. Sərgi işgüzar danışıqların aparılmasına və qarşılıqlı faydalı müqavilələrin imzalanmasına da faydalıdır. Nəqliyyatın idarə etmə sistemləri, yol təhlükəsizliyi və infrastrukturu, yük və sərnişin daşıma, sektorla bağlı ən son texnologiyaları Bakıda açılan 11-ci Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika və 2-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat sərgisində görmək olar. Bu il keçirilən sərgi öz ekspozisiya ərazisini 25% genişləndirərək dünyanın 15 ölkəsindən 70-dən artıq şirkəti məhz Bakıda bir araya gətirdi. Sərgidə nəqliyyat sənayesində ən son nailiyyətlər, xarici və yerli şirkətlərin ən son texnologiya və avadanlıqları nümayiş olunur. Sərginin açılışına qatılan Nəqliyyat naziri Ziya Məmmədov bunun regionda nəqliyyat sənayesi mütəxəssislərinin məhsuldar əməkdaşlığına yardımcı olacağını vurğulayıb. Dünya şirkətlərinin, dünya biznesinin, dünya texnologiyalarının əlbəttə ki, qeyd etdiyim kimi bu da möhtərəm cənab prezidentimizin həyata keçirdiyi uğurlu iqtisadi, siyasi islahatların və bütövlükdə iqtisadi siyasətin çox gözəl məntiqi nəticəsidir. Nəqliyyat xidməti öz stendlərində aktual layihələri təqdim edir. Texnologiyalarda doğrudan da ilbəil yeniləşir və müasir tələbata çox gözəl cavab verir. Burada yol örtüyü sahəsində yeni texnologiyalar, eləcə də səs izolyasiyalı asfalt və soyuq yol örtükləri ilə bağlı stendlər də maraqla qarşılanıb. Qar təmizləyən texnikaları vardı, KDM deyilən maşınlar var, Rusiyanın buraxdığı kamazlar, yuyan maşınlar var, onlarla istifadə edəcək. Dəmir yolu nəqliyyatı, yük daşıma və neftin nəqli kimi sektorlarda sərgidə təmsil olunur. Yeni körpünün bərpası. Yox, dəmir yolu. Həm də olmuşu deyil. Sən abi mən tək avtomobil gördüm. Çok zat da vermişsiniz. Yəni biz böyük təkliflər gözləyirik ki, dəmir yolunun həm enerji təsərrüfatının, rabitə işarə vermə təsərrüfatının, eyni zamanda yeni lokomotivlərin alınmasında ən müasir texnologiyaları əldə edək.